Məsələn, Təsnim təfsirinin müəllifi əsərlərinin birində Quranda Tohid adlı bir əsəri var. Orada bir mövzu açır, yenə də o Allahın adları ilə bağlı. Deyir, məsələn, Allahın bir adı var, Şafidir, şəfa verən. Düzdür, Şafi, ya Şafi. Deyir, şəfa özü bir ruzidir də. Ruzi təkcə maddiyyat deyir ki, mənəvi ruzi var, xəstəlikdən səni sağaldır. Özü də bir ruzidir, maddi ruzi var. Deməli, Şafi hara qayıtdı? Rəzzaqa. Rəzzaq adına. Rəzzaq özü nədir? Rizq verir. Rizq vermək üçün xəlq eləməlidir ruzini. Hara qayıtdı? Xaliqə. Xəlq eləmək üçün qüdrəti olmalı. Hara qayıtdı? Qadirə. Fikir versən, adlar gedir, yığışır elə bir nöqtəyə. Yaxşı, biraz izah edeyim sizə inşallah. Yaxşı, 99, 1099-da, 99-7-də, 7-də qayıdırara bir ada. O bir adı nədir? O bir ad da Allah adıdır. Ləfz-i Cəlalə. Ləfz-i Cəlalə, əhsən. Deməli, yekunda Allah isminin kölgəsi altına yığışır. Allah isminin kölgəsi altına yığışır bütün adlar. Bütün adlar. İrfanda da biraz dərin bir mövzu var. Vəsfi Allah, Zatı Allah adlı bir bölümdə var. İnşallah indi ötəri bəzən bəlkə də keçdim onun üstündən bir baxaram vəziyyətə. Hər halda biz bura qədər gəlik çataq. Deməli, o adlar yığışır 99, 99 yığışır 7, 7 gəldi dayandı 1-də vəhd. Kəsrət qayıtlar ha, sanki vəhdətə. Yaxşı, ona görə ziddiyyətdir. Allah adı açıldıqda Əsma-ül Hüsna olur. Yəni, bütün adlar Allah içindədir. Qurban olum o arada. Diqqət edirsiniz. Yəni, Əsma-ül Hüsna bir ada qayıdır. Bir yerə cəm olduqda Allah ismi ortaya çıxır. Allah ismi. Sanki bir gülün tumurcuğuna bənzəyir. Gülün tumurcuğu görmüşsünüzdə bükülüdür. Allah ismi bir gülün tumurcuğuna bənzəyir. Açılanda olur insanı valih eləyən bir gül. Açılır artıq.